müzakirə aparmaq üçün ilk bağlantımız hazırdır və bizimlə bağlantıda Sport Infoazın əməkdaşı Xanoğlan İmanovdur. Sabahınız xeyir olsun Xanoğlan bəy. Sabahınız xeyir, mən də sizi izləyiciləri salamlayıram. Xanoğlan bəy, başlayaq Qarabağın çempionluğundan. Mövsümün əvvəlində Qarabağın belə tez çempion olacağını düşünürüzmü? Açığı mən hətta biraz da erkən çempion olacağını düşünürdüm bu baxımdan. Amma biraz fərqli yanaşıram. Dünən mən oyunu arenadan izləyirdim, həm də sabahla maçı və final fitindən sonra açığı təəccübləndim. Yəni çempionatın turnir cədvəlindən xəbərim olmasa, Qarabağın bərabərliyi ilə çempionluğu təmin etdiyindən xəbərim olmasa, açığı düşünməzdim ki, Qarabağ çempiondur. Adətən məğlub olan komanda, xarakter itirən komanda ki, məyus halda tribunaya yaxınlaşıb azarkeşlərlə söhbət eləyər, bir üzrxahlıq edər. Dünən Qarabağ düşərgəsində buna bənzər bir görüntü var idi. Futbolçular çempion olublar, amma hiss olunmur, bir-birəyinə təbrik etsinlər, sevinsinlər, qucaqlaşsınlar. Adiləşib sizcə, səbəb budur. Yəni çox adiləşib. Yəni yaxınlaşdılar tribunaya, yalnız sona yaxın artıq əllər çiynə, azarkeşlərlə bir qələbə sevincini qeyd eləyəndə hiss olundu ki, o da bir qələbə sevinci kimi hiss olundu. Yəni bir çempionluq ajotajını biz görə bilmədik. Çox adiləşib. Mən düşünürəm ki, bunda Qarabağdan çox Qarabağın rəqibləri günahkardır və həm də mən bir qədər də özümüzü qınayıram futbol ictimaiyyətini. Niyə? Sanki artıq hamı qəbul edib ki, Qarabağ və digər rəqiblər. Sanki belə də olmalıdır. Mən düşünürəm ki, belə olmalı deyil. Artıq rəqiblər bu Qarabağ hegemonluğuna son qoymaq barədə düşünməlidirlər. Həm də necə ki, Qarabağ bugün Tottenham ilə, Lyon kimi güclü rəqiblərlə, büdcəsi, heyəti güclü rəqiblərlə oyuna çıxanda özünə inanır. Hətta qələbə qazanacağına inanır. Meydana təslim olaraq çıxmır ki, rəqibin büdcəsi bizdən 10 dəfə böyükdür, heyəti daha səviyyəli futbolçulardır. Heç zaman biz Qarabağın ən yüksək səviyyəli rəqiblərlə oyunda belə qələbəyə inandığını görürük, meydanda uğura inandığını görürük. Həmçinin düşünürəm ki, daxili çempionatda da bəli. Açıqdan büdcəyə qalsa, büdcəsi kifayət qədər yüksək olan klublar var. Məsələn, Neftçini sabaha misal gətirə bilərik ki, onlar da istəsələr, yəni transferlər eləyə bilərlər, heyəti gücləndirə bilərlər. Yəni heyətin bu dəyər məsələsi var da, ümumi komandanın dəyəri. Yəni Sabah və Neftçi klubları istəsələr həqiqətən də elə Qarabağdan da dəyərli heyət toplaya bilərlər. Düşünürəm ki, təbii ki, futbolda büdcə önəmlidir, amma hər şey demək deyil. Bugün biz Bodo Glimt nümunəsini görürük ki, Avrokuboklarda tarix yazırlar, Avropaya səs salıblar. Məncə yanaşmanı düzgün qurmalıyıq biz, idarə etməni düzgün qurmalıyıq biz. Əgər yanaşma dəyişərsə, idarə etmədə düzgün qərarlar verilərsə, mən düşünürəm ki, rahatlıqla Sabah və Neftçi ən azı bir ciddi maneə yarada bilərlər Qarabağa. Demirəm ki, asanlıqla çempionluğu Qarabağdan qoparacaqlar, amma ən azından son turlara qədər bir gərginlik, dinamika görərik. Necə ki, məsələn, Zirə artıq addım-addım buna doğru gedir. Biz artıq bu ildən Qarabağ və digər rəqiblər demirik. Qarabağ, Zirə və digər rəqiblər deyirik. Zirə hardasa tədricən özündə bu güvəni, bu gücü hiss eləyir. Ümid edək ki, davamlı olacaq. Ən azı Zirənin timsalında heç olmasa bir ikinci komandamızın tədricən formalaşdığını, Avrokuboklarda da ötən mövsüm play-off oynadılar. Bu il də o komanda. Düşünürəm ki, Sabah və Neftçi kimi iddialı klublar da artıq bu mifi kənara qoymalıdırlar. Qarabağdır deyib üzərindən keçməli deyirlər. Özlərində bir cəsarət tapmalıdırlar. Güvən, inam olmalıdır ki, biz Qarabağla mübarizə apara bilərik. Həm büdcələri buna imkan verir, həm də ki, lazım olan transferləri bu klublar edə bilərlər.